Biz yanvar ayında Zahid Fərdiyev kitabını, bizim kənd qınavları və Şəkərəbət Şəhərli uşaqlar kitablarını uşaqlar oxudular. Həmin kitablar tək-tək hekayələrlə deyil, həm də zəngin söz ehtiyatlarla zəngindir. Uşaqlar yeni sözləri öyrəndikcə, həmin sözləri söz qararlarına əlavə edirlər. Yeni sözlər öyrənmək uşaqların fikrinin formalaşmasına, söz ehtiyatının zənginləşməsinə və sözlərdən həyatda daha düzgün istifadə etməyə öyrənirlər. Uşaqlar da uşaqlardan müxtəlif sözlər öyrənirlər və həmin sözləri sizlərlə bölüşmək istəyirlər. Ovsar dəvələrin başına salınan kəndir qayış. Nazıyırdı sürətdə qaçmaq. Gürcüc və ya bəzi heyvanların belində bir yığımından əmələ gələn bir və ya iki çıxıntı. Erkək inek balası. Kırpıtmak, yemek, kəsib yemek. Çatı, heyvanın boynuna bağlanan ip. Soncuklamak, təpik atmaq demək. Yedinləmək, kəndi olacaq deməkdir. Səkizləmək, səndələmək deməkdir. Sırıqlı gödəkçə deməkdir. İkləmək, iləmək iş deməkdir. Sağdan, aslan və sağdan su götürülən belə malların su içtikləri dayaz yer. Şeirlər ədəbiyyatın əsasını təşkil edir. Şeir bizim nitqimizi, düşüncəmizi, təfəkkürümüzü inkişaf etdirir. Şeirlər insana nə verir? Bizim yaddaşımızı, təfəkkürümüzü genişləndirir. Şeirdə sözlər ahəngli və ritmli olur. Və siz də bu şeirlər olduqca sözləri daha ahəngli, daha səlis və aydın söyləməyi öyrənirsiniz. Şeir fikri və təsəvvürü gücləndirir. Şeirləri oxuyarkən hadisələri, obrazları gözümüzdə canlandırır, təsəvvürümüzü inkişaf etdirir. Şeirlər vasitəsilə hissləri daha aydın, daha gözəl anlayırıq. Sevinç, kədər, təəccüb, sevgi, bu kimi hissləri daha yaxşı anlayır və öz hisslərimizi daha gözəl ifadə edə bilirik. Dünyada əziz nə var? Məktəb yolları kimi. Açılır qarşımızda ana qolları kimi. Baxın bizim məktəbə, dayanıbdır dağ kimi. Bu dağdan axıb gedir, cığırlar bulaq kimi. Boyunbağı, cığırlar sapa bənzər. Uşaqlar buzuq kimi bu saplara düzülər. Uşaqlar da Zahid müəllimin şeirlərindən ilhamlanır, özləri şeirlər öyrənirlər. İndi onları təqdim etmək istəyirəm. Sənə nərgidə şey kimi şöyle satır, ləzzətləri sərt ezer. Ara bir külək vurur, tellərini əsir. Küləyin şöləsini dəkəyində gəzirir. Üç gün təbiətə popla tüfək gəlir, qılıncını sıyırır, qarla tüfək gəlir. Azadlığa çıxırdı, Şuşa yenə nazlanır, hər gülün budağında bülbüllər pərvazlanır. Onun küçələrində gəzir dair xilaskar, əziz Şuşa durulur, Şuşa bir çəlləşkar. Musiqi çalmanda sözlü kəpənək kimi, o məktəbə yıllandır bir dəstək çiçək kimi. Qızıl söyüdlər kimi böyüdü cilvələndi, çiçəkli saçlarından ətrafa vurələndi. Birdən gördüm başından, çiçəkləri saz etdi, yumruladı, bəzədi, bir rəngbələr taz etdi. Məktəbin həyətində nə çox çiçək var imiş, deməyə məktəb həyəti böyük çəmənzar imiş. Su rəfiqə idilər, onlar rəqqaslar istəyirdilər. Buna görə də rəqs dərməyinə yazıldılar. Birinci məşğələdən su evlərinə qayıtdılar. Mən davam edəndə gəlməyəcəyəm. Niyə? Məndən rəqqası olmaz, ayaqlarımı hissata bilmirəm, belə bir büdrəyirəm. Bir qollarıma bax, ayaqlarımın yanına düşür, çox yorulur. Eyb yoxdur, öyrənərsən, anam deyil, səbir dərlərin dərmanıdır. Yox, işim qətidir, ən yaxşısı mən sabah sonra gəlməyəcəm.
dərnəyinə getdi. Aysu səhərisi piano dərnəyinə də getdi. Cansu isə anasının sözünü unutmadı. Doğrudur, hərəkətləri çətinlik də öyrənirdi, çox yorulurdu. Amma hər şeyə dözdü. Aysu piano dərnəyinə də getmədi. Ormanların sözünə baxmırdı, ondan ev yoxdur, öyrənirsən. Yox, ən yaxşısı mən rəssamlıq dərnəyinə gedim, orada hər şey məndən asılı olacaq və istədim rəsimləri birdə biləcəyəm. Rəssamlıq da bir sənət deyil. Dostlar bir müddət ayrı düşdülər. Dərnəklər müxtəlif gündə olduğu üçün bir-birini görə bilmirdilər. Bir neçə aydan sonra məktəbdə karşıt oldu. Aysu ilə Cansu görüşdülər. Cansu soruşdu. Rəssam ola bildinmi? Yox, məndə rəssamlıq istidadı